əldə iki qarpız, yoxsa məlumatsızda isə bir vakansiya çıxsa qarşımıza, istədik sizinlə bunu tanış eləyək. Bayaqki verdiyimiz sualın cavabını siz tapın. Deməli, vakansiyada namizəddən tələb olunan maddələr bunlardır. SQL serverin quraşdırılması, böyük datalarla işləmə bacarığı, SQL serveri quraşdırdıqdan sonra dataları analiz edib mümkün nəticəyə gəlmək, proqram təminatının şəbəkə üzrə paylanmasını bilmək, C#, C++ proqram dillərini bilmək, EJ45 Ethernet kabelini quraşdırmaq, kamera sistemlərindən məlumatlı olmaq, Windows əməliyyat sistemlərinin yazılması, hətta XP Vista'da qeyd olunub burada, keçmişi yad ediblər. Avadanlıqlarda işləmək, nə avadanlıqları sual altında, dil paketləri, antiviruslar və tərcümə proqramlarını bilmək, Dilmans qalıb, indi Google Translate çat çıxdı belə. Nəysə, bu dil paketlərini də keçdik. VirtualBox və ESXi bilmək. VirtualBox və ESXi. Tamam, yəni uçurum şeylər. Access point, router və ev modemləri ilə işləmə bacarığı. Firewallların quraşdırılması, təhlükəsizlik tədbirləri. İş saatı saat 10:00-dan 9:00-a dək, maaş isə danışılacaq yazılıb. İndi siz qərar verin. Vakansiyanın adı isə IT üzrə, texnik IT üzrə məsləhətçi qoyulub. Bunlar data analitik axtarır, proqramçı axtarır, yoxsa HTTP mütəxəssis axtarır?